Salam, hər vaxtınız xeyir olsun. Mənim kanalımı izləyən dəyərli izləyicilər, Cəfər Cabbarlının seçilmiş əsərlərinə aid olan testlərin izahlarına baxırıq. Cədvəldəki fikirlərə əsasən sual işarəsinin yerinə uyğun gələn əsəri müəyyən edin. Taleyi uğursuz olur, milli teatr yaratmağa qarşısına məqsəd qoyur, sevdiyi insanın qatilinə çevrilir, altın dünyasındakı yalan və sünilik düşüncəsində ziddiyyət yaradır. Bunlar aiddir Oqtaya və Oqtay Uluğlu əsərinin qəhrəmanıdır. Oqtay Uluğlu faciəsinə əsasən klasseri tamamlayın. Milli teatr yaratmağı qarşısına məqsəd qoyur Oqtay, bu doğrudur. Bizə lazımdır doğru fikirlər. Firəngizlə tanışlığı ona yeni güc, qüvvət verir, doğru. Dost tanışın ondan üz çevirməsi Oqtayı ruhdan salır, bu yanlışdır. Həqiqət axtarışına çıxan və həqiqətsizliyə nifrət edir, doğrudur. Dostlarından Səməd bəy onu anlayan yeganə obrazdır, bu da yanlışdır. Firəngiz sonda onunla cismani olaraq qovuşur. Bu da yanlışdır, çünki cismani olaraq Firəngiz ölür. Deməli, bizdə 1 və 3 doğru cavab olacaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Oqtay Uluğlu. Deyilmiş fikir. Mirzə Məhəmmədəli qatı mühafizəkardır, fikir doğrudur, qabağında da doğru. Daha sonra uyğunluğu müəyyən edilir, amma bu Oqtay Uluğlu əsərinə aid deyil. Aslan bəy demokrat fikirli olduğu üçün fərqlidir. Demokrat fikirli deyildi, yanlışdır. Hacızaman yersiz inadı ilə seçilir. Bu fikir doğrudur, amma qabağında yanlış göstərilmişdir. Xaspolad Rüstəm bəyi daha çox sevir. Bu yanlışdır. Rüstəm bəy və Xaspolad ümumiyyətlə eyni əsərdə deyildilər. Ona görə yanlış. Firəngizin hərəkəti Oqtaya sarsıdır, bəli. Dırnaqarası xəyanəti Oqtaya sarsıdır. Qabağında da doğru yazılmağı doğrudur. Cavab oldu Y variantı. Cabbarlının Oqtay Uluğlu əsəri ilə bağlı uyğunluğu tapın. Əsər Oqtayın monoloqu ilə başlayıb, monoloqu ilə bitir, yanlışdır. Oqtay altın dünyasının qurbanına çevrilir, doğrudur. Səməd vətənpərvər bir obrazdır. Xeyr, bunu da biz tam olaraq belə götürmürük, yanlışdır. Xaspolad Oqtayı anlayan yeganə dostudur, bu da yanlış və yanlışdan yanlış olduğu üçün götürməli olacağıq. Oqtay dondan dona girir, bu da yanlışdır. Deməli, bu da yanlışın altında doğru olaraq uyğunluq olduğu üçün götürməliyik. 2, 3, 5 cavab Y variantı. İşarəsinin yerinə verilmiş xüsusiyyətlərdən ən azı 3 xüsusiyyəti yazıla bilən əsəri müəyyən edirik. Baxaq, dost dar gündə tanınar fikir əsərlə səsləşir. Əsas obraz xalqına xidmət etmək üçün ona qiymətli olan əşyanı belə çəkinmədən verir. Oqtay məsələn öz üzüyünü vermişdi. Əsas qəhrəman səhnədə başqasını yox, öz rolunu oynayır. Bu da Oqtaydır. Taleyi uğurlu sonluqla bitən baş qəhrəman Oqtayda məsələn uğurlu sonluqla bitmir. Xalqa münasibətdə əsərin baş qəhrəmanını anlayan obraz yer almayıb. Məsələn, Firəngiz anlayırdı qəhrəmanı. İndi baxaq A variantına. Qəhrəmanın etdiyi hərəkətlərdən biri bugünə qədər mübahisə obyektidir. Bəli, bunu biz Oqtaya aid edə bilərik. Çünki Oqtayın məsələn birinci pərdədə gördükdə Səmədlə dialoqunda anasını və bacısını xalqın ümidinə buraxmağı, onları da yəni xalq özü fikirləşsin deməyi bir mənalı qarşılanmır oxucular tərəfindən. Yəni bugünə qədər mübahisə obyekti yaradan məqamdır. Deməli cavabımızı elə A variantı olaraq götürə bilərik. Düşüncələrdə geriliyin olduğu, yüksək təbəqə nümayəndələrinin əksəriyyətini yalnız mənsəb, var-dövlət maraqlandırdığı bir zəmanədə xalqın həqiqi mənafiyi uğrunda çarpışan insanların sayı az, qarşılaşdıqları maneələr çox idi. Verilmiş fikrin aid olduğu əsər haqqında doğru fikirləri müəyyən edin. Elə bu Oqtay Uluğlu əsərinə aid fikirdir. Müəllifin mədəni inkişafla bağlı arzusu da qabarıq əks olunmuşdur. Bəli, teatr yaratmaq arzusu. Əsas qəhrəmanın məqsədi bulanıqdır. Xeyr, bizə tam olaraq aydındır. O teatr yaratmaq istəyirdi. Əsas qəhrəmanın heç bir hərəkəti mübahisə obyekti deyil. Bayaq qeyd elədim, mübahisə obyekti olan məqamı yanlışdır. Əsas qəhrəmanın fəaliyyəti və uğursuz sonluqla bitən taleyi oxucunu dərindən düşündürür. Bəli, bu doğrudur. Məqsədi yolunda çıxan ciddi çətinliklər əsas qəhrəmanı sarsıdan ən önəmli səbəblərdəndir, sarsıtmır. Bu da yanlışdır. 1 və 4. Klasseri tamamlaya bilməz deyir. Qadın surətlər. Deməli, Nərgiz var idi. 1, 2, 3 var idi həmin əsərdə. 1, 2, 3 var idi. Sonra Rəna yoxdur. Məsələn, Gültəkin yoxdur. 4 və 6 bizim cavabımız ola bilər. 8-də Tamara da var idi. Qaraçı qız da obraz olaraq bəli iştirak edir. Obrazların nitqindən götürülmüş nümunələrlə bağlı uyğunluğu müəyyən edin. Deyir ki, Oqtay Karlı ruslardan yaxşı oynayır. Bu Nadiyanın fikridir. 3A. Sonra əlin nə üçün qanamış bağlı onu. Bunu da deyən Səməddir, amma burada göstərilməyib. Biz B-ni cavablardan ona görə də çıxırıq. B çıxıldım. Sonra saat 11 hardan oldu? Nə eləyim? Acından ölməyəcəm ki. Bunu da deyən Şəkinskidir. Acından ölməyəcəm ki deyən Şəkinski iftarı açdığına görə gecikəndə Xaspolad idi. Deməli, C-ni yazdıq 2-yə. 2C olmalıdır. Digərində çıxdıq. Vallahi Oqtay 1-2 orucum qalmışdı. Bunu da deyən deməli Xaspoladdır. Deməli D-ni heç birinə yazmırıq. Baxaq digərindən sonra. Of, Allah qırsın sizi, yaxşı. Baş əydin. Bunu da deyən Oqtay Uluğlu elə özüdür. 1Y, 2C və 3A olmalıdır. Deməli, cavabımız oldu B variantı. Sonra sual işarəsinin yerinə hansı əsərin
və yaxud əsərlərin adları yazılmalıdır. Uğursuz talih yaşayan obraz xalqını mədəni inkişafı görmək istəyir, mədəni inkişafla. Lirik ünsürdən istifadə edilir. Bu da Oktay Yolğlu əsərində var. Bir-birini sevən obrazlardan biri həyatını itirir, yəni Firəngiz. Baxaq. Burada məsələn Leyli və Məcnunları çıxsaq, Müsibət Fəxrəddinlə Oktayı tam cavab kimi götürə bilərik. Çünki burada bizdən tam cavabı istəyir variantda. Yəni tam olaraq onu götürmək olar. Sual işarəsinin yerinə hansı fikir yazılmalıdır? Sevdiyi insanın əsas qəhrəmana olan münasibətini, ailəsindəki vəziyyət dəyişir. Yəni qardaşının istəyi ilə Firəngizin Oktaya olan sözləri, dediyi ifadələri, dostları ilə söhbətində əsas qəhrəmanın niyyəti üzə çıxır Səmədlə. Söhbətində əsas qəhrəmanın uğursuz taleyi ailəsinin fərdlərinin taleyinə də təsirsiz ötüşmür, bəli, anasına və bacısına da təsirsiz ötüşmür. Deməli, hansı fikir yazılmalıdır? Obrazlardan biri insanların taleylərini öz mənsəbinə qurban verir. Bəli, elə Oktayın özüdür bu. Obrazlardan biri taxta kim varsa, kimliyindən asılı olmayaraq ona itaət əsasdır. Belə bir məqam yox idi əsərdə. Obrazlardan biri öz doğma xalqını təhqir edir, alçaldır. Belə bir məqam Oktay Yolğlu'nda bir cümlə şəklində keçir. Oktay məsələn görür ki, xalq Tamaranın çıxmağına etiraz edir. Deyir ki, sus deyir, səndə bir aktrisa yox, varsa deyir, yəni çıxar ortalığa, yoxsa deyir, sus. Belə bir ifadələr səsləndirir. Amma onu tam olaraq alçaltmaq kimi yəni göstərə bilmərik. Obrazlardan birinin hərəkəti və düşüncələrinin tam əksini edir və günahı öz nəfsində deyil, başqasında görür. Belə məqamda yoxdur, bu da yanlışdır. Obrazlardan biri xalqımızla bağlı qəhrəmanlıq tarixini eşidəndə bütün nifrət üzə çıxır. Belə bir məqamda yoxdur. Fikirlərdən biri Oktayın dilindən verilməyib. Nə zaman səniz, məni çox sevindirdiniz. Bəli, Oktayın dilindən də bunu qızlara demiş olur. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə bilsin. Mən bilmirəm. Səmədlə diyaloq zamanı deyir. Doğrudur, o zavallılar da. Fəqət edə bilmirəm. Aha, bu da Oktay. Mən çox arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. Deməli, bunu da deyən qızlardan olmalıdır. Yəni bu Oktayın ifadəsi deyil. Candır da saat 11'dir ki, evini Allah yıxmasın. Bu da Oktayın dilindəndir. Teatra münasibətdə eyni mövqedə dayanan obrazları müəyyən edin. Səmədlə Oktayı bir götürə bilmirik. Tamara da deyildi, Aslan da deyildi. Oktay ilə Firəngizi bəli göstərə bilərik. Oktay Yolğlu əsərinin məzmununa aid deyil, əsas məqsədi milli teatrı yaradılması, doğru dialoq və monoloqlardan istifadə. Bu məqsəd deyil, bu onun forma xüsusiyyətinə aid, yəni məsələdir. Bu əsərin məzmunu deyil. İdealların sərvət qarşısında puç olması doğru, qəhrəmanlardan birinin faciəvi ölümü, həqiqət axtarışı, bunlar doğrudur. Oktay Yolğlu əsərində nə əks olunur? Fədakarlıq bəli var idi. Yəni elə teatr qurmaq yolunda fədakarlığı var idi. Oktayın ikiyüzlülük, bu da doğrudur. Aslan bəy məsələn, xeyirxahlıq bəli, şöhrətpərəstlik, bu da doğrudur. Aslanın şöhrətpərəstliyi, qətiyyətlik, bu da Oktayın simasında. Hamısına rast gəlirik. Müqayisə cədvəlinə əsasən Cabbarlının Oktay Yolğlu əsərində obrazlara aid uyğunluğu müəyyən edin. Mənlə yoxsuldur, doğrudur. Daniyardan mı yoxsuldur? Ona görə də bu biri yazmalıydıq ortada. Bir yanlışdır. Biri yanlış götürəcəyik, uyğunluq istəmişdi bizdən. Şöhrətpərəstlik hər ikisinə aid olan məqamda ikinin də çıxdıq cavablardan ortada yazılmalıydı. Pul həyat idealıdır, bəli. Xalqın taleyini biganədirlər, bunlar hər ikisi doğru. Milli teatrın inkişafı maraqlandırmır, hər ikisinə aiddir. Vəzifə düşkünü olmaq hər ikisinə aiddir. Bu cavablardır. Hansı fikir xanaların heç birinə yazıla bilməz? Firəngizlə tanışlığı, bu səmimi qızı sevməsi Oktaya yeni güc, yaradıcılıq həvəsi verir, Oktaya aid edilə bilər. Sonra düşüncəsində, şuurunda ikiliyin, ziddiyyətin yaranmasına, nəticədə müvazinətin itirməsinə səbəb olan məsələlər çoxdur. Bu da elə Oktaya aid olan fikir kimi göstərilə bilər. Səhnəyə can atsa da əsl qətiyyəti sonda tapır, Firəngizə aiddir. Cavab C. Teatra qazanc yeri kimi baxır. Bunu biz müəyyən mənada Səməd bəyə aid edə bilərik. Əsas qəhrəmanın dostu olsa da onun ideallarını heç vaxt anlamır. O da Səməd bəy. Cabbarlının Oktayında verilmiş xüsusiyyətlərin birləşdirdiyi obrazları müəyyən edin. Pul, vəzifə, şöhrət, mədəni tərəqqi, milli teatrın inkişafı maraqlandırmır. Yuxarıların yanında mədəni inkişaf etmiş adam təsiri bağışlamaq, teatrı alçaq yer, aktyoru isə bədbəxt, yazıq, ləyaqətsiz adam adlandırmaq. Bu Aslan bəyə aid olan fikirlərdir. Baxaq görək nə yazıblar burada. Deməli, Səmədi götürmürük, sonra Şəkinskini götürmürük. Daniyar və Aslanı da tək götürmürük. Cavabı Y kimi göstərir. Çünki burada tam cavabı istəyib bizdən. Cavabı olduğu Y variantı. Cədvələ nəzərən uyğunsuzluğu müəyyən edin. Aslan bəy Oktayın məktubunu tapır və nəticədə Firəngizdən məhəbbətini danmağı tələb edir. Bəli, bu doğrudur. Uyğunsuzluğu tapmalıyıq. Aslan bəy Oktayı sürgün etdirəcəyini bildirir və Firəngiz məhəbbətini danır. Doğrudur. Firəngiz Oktayla səhnəni bölüşür. Nəticədə Oktayın zəlil vəziyyətinə düşməsini istəmir. Səbəb olaraq yəni bu göstərilməlidir. Səbəblə nəticənin yeri fərqlidir. Cavab C. Oktay qubernatoru təhqir edir və Türkistana sürgün olunur. Doğru. Oktay dostlarından sevərək yer vermələrini istəyir. Oktay səhnədə oynayır nəticədə. Doğrudur. Cədvələ nəzərən uyğunsuzluğu müəyyən edin.
Oqtay. Milli teatr yaratmaq məqsədidir, taleyi uğursuz sonluqla nəticələnir, bəli, uyğunsuzluğu tapırıq. Firəngiz, məhv etdiyi obrazı diriltməkdir məqsədi, həyatını qurban verir, doğru. Daniyar bəy, rejissora rüşvət verməkdir məqsədi, bəli, Oqtayı rəzil vəziyyətə salır nəticədə. Bəli, Oqtayı rəzil vəziyyətə salır demək yanlışdır. Yəni, Oqtayı rəzil vəziyyətə sala bilmir, çünki Oqtayın rəzil vəziyyətə düşməyinin qarşısını Firəngiz almağa çalışır. Yəni, bu ifadə yanlış olduğu üçün cavab C variantıdır. Xaspolad, çoxlu pul qazanmaq məqsədi idi, buna görə Oqtayı çıxarır səhnəyə. Aslan bəy, vəzifə şöhrət qazanmaq idi məqsədi və Firəngizi buna görə də Daniyar bəyə ərə verir. Bunlar da doğrudur. Əsərinin ideyasının əsasında dayanır. Deməli, Oqtay Oloğlu əsərinin ideyasının əsasında nə dayana bilər? Mədəni gerilik dayana bilər. İnkişafa qənim kəsilənlərin güclü olması doğrudur. Xalq mənafeyinin uca tutulması doğrudur. Yenilik uğrunda mübarizə aparanların böyük maneələrlə üz-üzə gəlməsi, bəli. Müstəmləkə siyasəti məsələsi bu əsərdə yox idi. Baxaq, bəli, cavabımız 1, 2, 3, 4 olmalıdır. Yəni 5 doğru deyil. Ana bədii əsəri haqqında doğru fikirləri müəyyən edin və həmin fikirlərin ən azı birinin ortaq olduğu əsərləri də müəyyən edin. Baxaq, bütün bəşəriyyət ona düşmən olsa da ürəyi süqut etməz. Bu fikir doğrudur ana əsər üçün. Lirik qəhrəman təmtəraqla bəyan edir ki, heç bir qüvvə onu təzim etdirməyə qadir deyil. Xeyr, ana yəni onu təzim etdirməyə qadir olacaq. Deməli, 2 yanlışdır. 2-ni məsələn cavablardan çıxa bilərik. Müxtəlif təbiət hadisələrinə müraciət var, bəli, bu doğru. Lirik qəhrəman ananın əli ilə bəla dənizinə yuvarlansa da yenə istirahət məclisində olduğunu xəyal edir, bəli, yenə deyir sanıram bəzmi istirahətdir. Lirik qəhrəman ananı yer və səmadan, bütün dünyadan daha böyük qüvvə hesab edir. Belə bir məqam, yəni cümlə olaraq keçmir, amma məzmunda öz əksini tapmış olur. Bunu da acizliklə kimsənin ayağının torpağına yıxılmayacağını təntənə ilə qeyd edir. Bu yanlışdır, belə bir fikir yox idi. Deməli, baxırıq. Burada göstərilib ki, ən azı birinin ortaq olduğu fikir. Yağış yağarkən, bəli, əsərində var idi. Məsələn, müxtəlif təbiət hadisələrinə müraciət məsələsi bu əsərdə keçən məqamdır. Deməli, yağış yağarkəni götürdük. 1, 3, 4, 5 əgər olsa, yəni 4 də bizə doğru fikirdir də, 1, 3, 4, 5 olsa və yağış yağarkəni göstərmək olar. Cabbarlının ana şeiri ilə bağlı yanlış fikirlər. Lirik qəhrəman coşqun emosional hissləri ilə əks olunub, doğru. Lirik qəhrəman ana və dünyaya fərqli münasibət bəsləyir, bəli. Lirik qəhrəman onu bəlaya salan heç kəsə baş əymir, anaya baş əyirdi. Lirik qəhrəman öz acizliyini bəyan etməkdən çəkinmir, bəli. Bu ifadə doğru fikirdir, çünki ananın qarşısında aciz olduğunu bəyan etmiş olur. Deməli, yanlış fikirləri müəyyən edirik, bir dənə burada üstü yanlış. Ana şeirində lirik qəhrəman coşqun təlatümlü ürəyi görünür, bəli. Özünün təsirli dillə öyür, bəli. Deyir, mən heç nədən və heç kimdən qorxmuram. Yəni, anadan savayı bunu göstərmiş olur. Ölüm xofu onu çəkindirmir, doğrudur. Ayağa yıxılmağa hazır olmayandır. Bu yanlışdır, çünki ananın ayağına yıxılır. Qul olmaq onun həyat fəlsəfəsinin ziddi, xeyr, ana üçün qul olardı. 1, 2, 3. Cavab oldu D variantı. Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Deməli, Cabbarlının ana şeiri və bir də Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam şeiri. Lirik qəhrəman yalnız ana qarşısında təzim etdiyini vurğuluyur. Bəli, biz bunu doğru götürürük, yəni yeri doğrudur. Ana tərənnüm olunur. Bu hər iki əsərə aiddir, yəni ortada yazılmalıydı. 2-ni çıxdıq variantlardan 1 doğrudur. Bunu da çıxırıq ona görə. Lirik qəhrəman emosional duyğuları təsirli dillə ifadə edir. Bəli, hər iki əsərə aiddir və ortaq yazılmağı doğrudur. Anadan gələn bəla sevinclə qarşılanır. Bu təkcə Cabbarlının şeirinə aiddir. Ortada yazılmamalıydı. 4 də yanlışdır. Lirik qəhrəman ömrünü övladları uğrunda qocaldan analardan yüksək hiss həyəcanla danışır. Bəli, Cabir Novruzun şeirinə aiddir, fikir doğrudur. Lirik qəhrəmana görə ana övladını qucaqlayarsa bütün ruhu sakitlik tapar. Bu Cabbarlının şeirində idi. Deyir ki, opak bağrına bassın məni. Deməli, 1, 3, 5 doğru fikirlərdir. Nöqtələrin yerinə yazıla bilməz. Deməli, lirik qəhrəman özünün qorxmaz təbiəti ilə diqqəti cəlb edir, doğrudur. Bütün dünya qarşısında baş əyib acizliyini bəyan etməyi rədd edir. Xeyr, bunu etmiş olur. Yer və göy qarşılığında belə əyilmədiyini coşqun şəkildə bəyan edir, doğrudur. Əruz vəzninin müctəz bəhrində yazılıb, fikir verin. Bu ifadə doğrudur, amma lirik qəhrəmana aid deyil. Yəni, bizdən lirik qəhrəmana aid olmayanları seçməyimizi istəyir və bu şeirin forma xüsusiyyətidir. Deməli, 4-də yanlışdır. Cəllad ölüm gücü ilə ona hökm etsə belə qorxmazlığını bəyan edir. Bu fikir doğrudur, bəli. 2 və 4. Cabbarlının ana şeirində müraciət olunan təbiət hadisələrinə aid düzləri müəyyən edib ardıcıllıqla düzün. İndi həmin bəndin ekranda siz görüntüsünü də görürsünüz. Baxın. Birinci müəllif deyir, əs ey külək,
Bağır ey bəhri biyaban ləpələn. Deməli, külək və bəhri biyaban gəlməlidir. 3 və 1 mütləq şəkildə ardıcıllıq belə olmalıdır. Sonra atıl cahana səni ildırım, alış parla. 3-cü gəlməlidir ildırım. 3, 1, 5 olmalıdır. Baxın, bunları da belə çıxdıq. 3, 1, 5. Bunları qeyd elədik. Sonra deyir, gürulda taqi səmavi. Aha, səma qübbəsi. Deməli, 4 gəlməlidir ardıcıllıqda. 4'ü də göstərdik. 4. Ardınca ey günəş, yağışın yağdırıb. Fikir verin, yağışa müraciət yoxdur. Ey günəş deyir. Deməli, 6 gəlməlidir. 4, 6 və 2. Ey bulud deyir. Cavab oldu B variantı. Yağışın adı çəkilir, amma yağışa müraciət yoxdur. Diqqətli olun. Bədii əsəri haqqında doğru fikirləri müəyyən edin və həmin fikirlərlə ən azı 2 fikrin ortaq olduğu əsəri müəyyən edin. Tərənnüm əsasında yazılmağı doğrudur. Qorxmaz çılğın məğrur qəhrəman verdiyi sualı özü cavablandırır. Bəli. Ana, ana. Bədii sual işlənməyib, yanlışdır, işlənib. Lirik qəhrəman özünü ana qarşısında qula bənzədib, doğrudur. Təkrirdən istifadə edilməyib, edilib. Elə ana, ana ifadəsi təkrirdir. Deməli, bu yanlışdır. Bunun qabağından yanlış çəkək. Daxili bölgü bütöv söz prinsipinə əsaslanmayıb, bəli. Çünki əruz vəznində yazılan şeirdir. Deməli, bu da doğru oldu. Baxaq indi məqamlara. Bədii sual işlənməyib ifadəsi yanlışdır. Deməli, burada 3 və 5 ümumiyyətlə şeirə aid olan yanlış fikirlərdir. Ona görə 3 və 5 olanları variantlardan çıxa bilərik. Fikir verin, 3 və 5'i biz çıxdıq. Qaldı, məni candan usandırdı şeiri və mən bizim anaları günəşlətən tuturam. Birinci yoxlayaq bunu. Deməli, tərənnüm əsasında yazılmağı doğrudur və daxili bölgü bütöv söz prinsipinə əsaslanmayıb deyə bilmərik. Çünki Cabir Novruzun şeiri yəni əruz vəznində yazılmamışdır. Buna görə də bunu qeyd edə bilmirik. Bunu çıxdıq variantdan. Digərlərinə baxaq. Daxili bölgü bütöv söz prinsipinə əsaslanmayıb deyə bilmirik. Badi sabah mənim dərdi dilimi. Çünki bu heca vəznində yazılmış şeirdir. Bunu da belə çıxdıq. Məni candan usandırdı qəzəli ilə oxşarlıq təşkil edir. Çünki bu şeirdə əruzda yazılmışdır. Konflikt uyğunluğu müəyyən edin. Oktay Eloğlu əsəri konflikt, problem, mövzum. Burjua cəmiyyəti ilə milli mənafi uğrunda çarpışan ziyalıların həqiqi mübarizəsi. Bu olacaq əsərin konflikti. Bir məqamı unutmayın ki, əgər konflikti tapmalıyıqsa bir əsərdən mütləq şəkildə iki tərəf orada olmalıdır. Yəni bizim cavabımızda iki tərəf qarşılaşdırılmalıdır. Ya iki insan, ya iki düşüncə, ya iki belə deyək nəsil, şəcərə, kimlərsə iki tərəf mütləq olmalıdır. A və B tərəfi, müsbət mənfi tərəfi. İndi fikir verin mənim götürdüyüm cavaba. Burjua cəmiyyəti ilə bu birinci tərəf. Milli mənafi uğrunda çarpışan həqiqi ziyalılar. Bu da olsun ikinci tərəf. Deməli, qarşılaşdırdım, oldu konflikt. 1A olmalıdır. 1A. Düşüncələrdə geriliyin güclü olduğu, yüksək təbəqə nümayəndələrinin əksəriyyətinin yalnız mənsəb var dövlət maraqlandırması bu əsas problem idi. Deməli, problemə qeyd elədik. Problem olmadığı üçün bunları da çıxdıq. Xalqın həqiqi mənafi uğrunda çarpışan insanların sayı az, qarşılaşdıqları maneələr çox olması. Elə bu da problemdir. Yəni, çalışan adamlar az, amma maneələr çox. Problem idi. Sonra mədəni tərəqqi və inkişaf etmiş xalqlarla bir cərgədə dayanmaq da əsərin əsas mövzusu hesab edilə bilər. Cavab oldu A variantı. Oktayın xarakterinin həyata baxışının açılmasında söhbətləri əhəmiyyətli rol oynayır. Dostluğunda sadiq biridir. Deməli, nöqtələrin yerinə yazılacaq obraza aid fikri müəyyən edin. Səmədlə, yəni dialoqunda biz daha çox Oktayın düşüncələrinin açıldığını görürük. Diqqət yetirək, dostluqda sadiq deyildi. Məsələn, Sevərdən bu insanın xəbəri yox idi. Dostunun dar günündə sınaqdan uzaq çıxmır. Oktayı rüşvət olan vəzifə sahibi kimi görmək istəyir, bəli. Deyir ki, qubernatora dilmanc gərəkdir. Səni deyir, nişan vermişəm. Rüşdiyyəni bitirmiş, Rus, Azərbaycanca biliyi olan bir oğlan. Oktayın ona etdiyi yaxşılıqlar əvəzinə pula görə onu rəzil etmək istəyir. Xeyr, bu Şəkinski və Danyar bəy idi. Dəli bir adamla səhnəni bölüşmək istəmir. Bu da Tamaraya aiddir. Verilmiş xüsusiyyətlərin aid olduğu obraza aid deməli fikir müəyyən edin. Xarakter və düşüncəsinə görə Oktayla ağ və qara rəng kimidir. Dostluq vəzifəsini Oktaya çoxlu qazançlı iş yeri təklif etməkdə görür Səməddir. Rüşvətə meyilli olduğu danışığından bəlli olmuş olur. Bu da Səməd. Danışığı, yəni ürəyi yanmağını əməlində görmək olmur. Bəli, bunların hamısı Səmədə aid olan fikirlərdir. İndi baxaq, deyir ki, həmin obraza aid olan fikir özünü zahiri ziyalı kimi aparmaq ona aid deyildi. Dayısı ölərkən küçədə qalan bacısı haqqında oxucu onun dilindən öyrənir. Bu Sevərin öz dilindən öyrəndiyimiz məqamdır. Firəngizin başına gələnləri oxucu onun dilindən öyrənir. Bəli.
Dördüncü pərdədə baş verən məqamdır. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Səbəb: Firəngiz qardaşının təkidi ilə Oqtaya onu bir aktyor kimi sevdiyini deyir və Oqtay sarsılır. Doğrudur. Uyğunsuzluq tapırıq. Daniyar bəy Firəngizin var-dövlətini qumarda uduzur və Firəngizi boşayıb zəngin bir qadınla evlənir. Doğrudur. Nəticə belə olur. Aslan bəy Firəngizə teatra getməyə icazə vermir. Firəngiz teatra gizli gedir. Xeyr, Firəngizi teatra elə özü aparırdı. Sadəcə arxaya keçib Oqtayla görüşdüyü məqamlardan xəbərsiz idi qardaşı və ikinci pərdənin sonunda xəbər tutmuş olur. Cavab oldu C variantı. Uyğunsuzluqdur. Şəlkinski Oqtayın nüfuzundan qorxurdu. Doğru. Onun çıxışına mane olmaq istəyir. Bu doğrudur. Səməd bəy Oqtaya həyat həqiqətlərini deyir. Oqtay dostuna haqq qazandırır. Xeyr, Oqtay dostuna haqq qazandırmır. Deyir, yanılırsan, aldanırsan. Burada deməli 2 dənə bizim yanlış variantımız var. C. Diyaloqlar əsərinin bütövlükdə ideya məzmununa uyğun olan mənəvi dəyərləri haqqında geniş danışmağa imkan verir. Deməli, tam cavab. Ailə münasibətləri, bəli. Burada biz müəyyən mənada ailə münasibətlərini görmüş oluruq. Deməli, götürürük. 4-ü götürdük. 4 mütləq cavablarda olmalıdır. Sonra xeyirxahlıq, bəli, var idi. Xeyirxahlıqda məsələn Firəngizin sevərə köməkliyi və s. Dostluq məsələsi var idi. Yəni özünü doğrultmasa da, amma dostluq var idi burada. Sonra fədakarlığı da göstərmək olar. Əsərin bütövlükdə ideya məzmununa uyğun olan mənəvi dəyərlər haqqında. Deməli, fədakarlığı da götürmək olar. Burada nəsə elə bir çatışmazlıq var. Testdə nəsə məntiqsizlik var. Lovğalıq da Aslan bəyin simasında görünür. Sadəcə bu əsərin ideyası deyildi. Əsərin ideyası burada xeyirxahlığı, ailə münasibətlərini göstərməkdir. Amma dostluqda, ideyada özünü doğrultmur. Səməd və Xaspolat dostluq sınağından uzaq çıxa bilmirlər. Deməli, ümumi olaraq izah verdim bu testdə. Cavab isə hər ehtimal qarşı qeyd edeyim, D variantı verilmişdir. Ümumi olaraq izah verdim. Yəni tam olaraq əsərin ideyası olaraq bunları götürmək olmur. Cabbarlının ana şeirində lirik qəhrəmanı qorxutmur. Təbiət qüvvələri doğru. Bütün bəşəriyyətin ona düşmən olması doğrudur. Bütün cihanın, dünyanın ona verilməsi. Fikir verin, ikinci bənddə belə bir misra var. Və ya ki, vəd edələr dövləti, cihanı mənə. Dövləti, cihanı mənə deyir, vəd edələr, təklif etsinlər. Amma burada qorxmaq məsələsi yox idi. Üçüncü fikir şeirdə var, ikinci bəndimizdə. Amma qorxutmaq məsələsi orada deyildi. Ona görə 3 yanlışdır. Cəlladın əlindəki şəmşirlə onu ölümlə təhdid etməsi, hədələməsi doğrudur. Dini alimlərin ona qiyamət günü haqqında söhbətləri, bu da doğrudur. Deməli, burada 1, 2, 4, 5... Sonra əldə etdiyi hörməti itirmə, belə bir məqam da yoxdur. Cavab oldu Y variantı. Ana, ana. O adın qarşısında bir qul tək, həmişə səcdədə olmaq mənə fəxarətdir. Bədii təsvir vasitəsi dediyi üçün biz burada təşbihi götürəcəyik. Çünki qul tək ifadəsi keçmiş olur. Cabbarlının Oqtay Eloğlu əsərinə əsasən uyğunluğu müəyyən edin. Oqtay iradəli və istedadlıdır. Bu onun xarakteri ola bilər. Bir A-nı qeyd elədik. Bacım da xalqdan biridir. Onlarda xalq özü düşünər. Bu onun nitqidir. 2 və B olmalıdır. 2B olanda bir variantımız var. Gəlin bunu yoxlayaq. 3C deməli, əməli, əl-nəzir doğrudur. 4D teatra münasibəti, milli teatr yaratmaq ən böyük idealıdır, doğrudur və xalqına münasibəti ailəsini və şəxsi həyatını yolunda, yəni ailəsini, şəxsi həyatını bu yolda, yəni teatra görə qurban vermişdir. Bəli, cavab olduğu Y variantı. Xalq və mən. Bu iki söz bir yerə sıxışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikincini götürdüm. Və o gündən Oqtay, yəni bir şəxsiyyət olmaq üzrə yoxdur. O Eloğludur. O böyük bir vahidin kiçik parçasıdır. Verilmiş parça hansı obrazın xarakterini açır? Təbii ki, Oqtayın 1-ci pərdə Səmədlə dialoqu zamanı. Oqtay Eloğlu əsəri ilə bağlı doğru fikirlər. Xaspolat Oqtayı pul mənbəyi kimi baxırdı. Bəli, deyir ki, Səmədlə danışanda onun bir tükü belə qızıla bərabərdir. Tamara təcrübəli aktrisa olduğu üçün yox, Azərbaycan dilini bildiyi üçün səhnədə idi. Bəli, bunu da Oqtayın dilindən öyrənirik. 1-2 doğru fikirlərdir. Məsələn, 1-2 olmayanları baxın, buradan hamısını çıxdıq. Dursun Oqtayın səhnəyə çıxmaması, gözdən salınması üçün çalışırdı. Bu Şəlkinskiyə aiddir. 3 yanlışdır. Sonra aktyorların bəziləri resenziyada yazılanlardan narazı idilər. Doğrudur. Firəngiz Amaliya roluna bələd olmasa da Oqtaya kömək üçün səhnəyə çıxmağa icazə verdi. Bu yanlışdır, yəni bələd idi. Səməd Oqtaya Aslan bəydən ehtiyatlı olmağı bildirir. Bəli, bu fikirdə doğrudur. O da ikinci pərdədə baş verən məqamdır. Deməli, Y variantı. Oqtay Eloğlu əsəri ilə bağlı doğru fikirlər. Oqtay Firəngizə ona layiq bir parlaq həyat yarada bilmədiyini deyir. Doğrudur. İkinci pərdə. O sevgilərini etiraf etdikləri məqamlarda olur. Oqtay Daniyar bəyin Firəngiz üçün elçi gələcəyini Səməd bəydən öyrənir. Bəli, doğrudur. 1-2 bizim doğru fikirlərimizdir.
Bunları çıxdıq. Oktay öz məhəbbətini ilk dəfə Dursunla paylaşmır, Səmədlə paylaşmış olur. Deməli 3 də yanlışdır. Bir ildən sonra teatrda heç bir dəyişiklik olmur. Olur. Çünki gələn qadınların sayı artıq artmışdı. Səməd bəyə görə pulsuz peyğəmbər belə olsan sözlərin qiymətsiz olacaq. Bəli, bu doğrudur. Deməli 1, 2, 4, 1, 2, 4, 6, 4-ə baxaq. Anası dərddən öləndən sonra Oktay Sevəri teatra öz yanına gətirir. Bəli, bu da doğrudur. Hətta müəllimlik də edirdi. Oktay 2 saat. 1, 2, 4, 6. Doğru fikirləri müəyyən edirik. Cabbarlının Oktay Yoloğlu əsərində Səməd bəyin nitqindən məlum olur ki, pulsuz heç bir məqsədə çatmağın mümkünsüzlüyü doğrudur. Bir, doğru fikirlərimiz arasındadır. Xalqa sənətin nə olduğunu, bütün çılpaqlığı, bütün gözəlliyi ilə anlatılmağın bu Oktayın nitqinə aid olan məqamdır. Oktayın anasının dərd və qüssədən öldüyünü, bəli, bunu da öyrənirik. 3. Oktayın Aslan və Danyar kimi kimlərə rəqib ola bilməyəcək. Bəli, bu doğrudur ikinci pərdədə. İndi Oktayın hər tükünün bir qızıl olduğu, bu da Xaspoladın dilindən verilir. 1, 3, 4 oldu. Daha sonra Oktay Yoloğlu əsəri əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Firəngizin arzusu aktrisa olmaq və bu arzusuna çatmaq məqsədi Amaliya rolunda oynamaq və Oktay tərəfindən öldürülmək cəhdləri. Oktayın təzədən səhnəyə gəlişini dəstəkləmək. Amaliya rolunda oynamağı, yəni bunun cəhdi kimi qiymətləndirilə bilər. Deməli, biri buradan götürdük. Oktayla amma tərəfindən öldürülməsi təbii ki, bu cəhdi deyildi də, öldürülməsi onun istəyi deyildi. Bu təsadüfən baş verən bir hadisədir. Əsas yəni Amaliya rolunda oynamağı götürmək olar. Oktayla eyni həyatı paylaşmaq, yəni və bununla yəni cəhdi nə olur buna görə həftələrlə ac oturmağına belə razıdır. Sonra Aslan bəyin razılığını almaq. Eyni həyatı paylaşmaq üçün bəli, Aslan bəyin razılığını almağı istəyirdi. Deməli, burada C variantını doğru fikir kimi götürə bilərik. Doğru fikirlər. Oktay Yoloğlu əsərində Xaspoladın nitqindən məlum olur ki, qubernatoru təhqir etdiyi üçün Oktayı sürgünə göndəriblər. Doğrudur. Türkistanda hökumət əleyhinə çalışmışdır. Doğrudur. Firəngiz indi azad bir qadındır. Bunu Səməd deyir. Deməli, 3 cavablardan çıxdıq. Danyar bəy Oktayın səhnəyə çıxmaması üçün Şəkinskiyə 500 manat pul göndərmişdir. Bunu da Səməd bəyin nitqindən öyrənirik və bundan qabaq da oxucu özü, yəni Şəkinski ilə Tamaranın nitqindən, danışıqlarından öyrənmiş olur. Sürgündən qayıdandan sonra Oktaya vəzifə təklif etmişlər, bəli, və qəbul etməmişdir. 1, 2, 5. Doğru fikirlər yenə də Oktay Yoloğlu əsərində Sevərin nitqindən məlum olur ki, Oktay sürgünə gedərkən onun dayısını tapşırmışdı, bəli. Oktayın dayısı onların evini satır, bu doğru. Firəngizin əri varlı bir qadınla evlənir. Bunu biz Səmədin nitqindən öyrənmiş oluruq. 3 cavablardan çıxdıq. Firəngiz ərindən gizlin ona kömək edilmiş, doğrudur. Firəngiz Oktaydan sonra şən və sevincli biri kimi xatırlamır. Burada nəsə? Firəngiz Oktaydan sonra şən və sevincli bir xatırlamır. Bir gün yəqin ki nəzərdə tutublar və bu da Səmədin cümləsindən aydın olmuş məqamdır. 1, 3 və 4-ü götürmək olar. 1, 3, 4 nədənsə? 1, 2, 4. 1, 2 və 4-ü cavab olaraq götürə bilərik. Oktay Yoloğlu əsərində yaşadığı mühitdə şəxsiyyət azadlığının daha çox məhdudlaşdırıldığı obraz kimi tanınır. Təbii ki, bunu biz Firəngizə aid eləyə bilərik. Yəni, bu Firəngiz ola bilər. Növbəti test. Eyni səhnəni paylaşırlar. Oktay, Tamara, Şəkinski, Firəngiz. Şəkinski də bəli, bunların hamısı paylaşırlar. Teatrla bağlı arzuları var. Tamaranın Şəkinskinin arzusu yoxdur. B, C-ni deməli variantlardan çıxdıq. B harda varsa bunları çıxdıq. Qaldı A və D, Oktay, Firəngiz. Səriştəsiz işini bacarmayandır. F-i götürə bilmərik bunlara aid. Altun dünyasının əzici qanunlarının qurbanına çevrilir. Bəli, hər ikisinə aid eləyirik. Teatrla bağlı arzular da ikisinə də aiddir. Oktay Yoloğlu əsəri əsasında cədvəldəki doğru fikirlər. Oktayın arzusu Azərbaycan qadınını milli teatrda görmək və çatmaq cəhdi Firəngizin teatr səhnəsinə gəlişini dəstəkləmək. Düzdür, dəstəkləyirdi, amma Firəngizə həm də belə bir cümlə də deyir ki, yəni mən istəmirəm sənin teatra gəlməyini, amma bacısını, yəni Sevəri aktrisa kimi görmək istəyirdi. Deməli, biri götürürük, çünki istəmirdi Firəngiz ürəkdən bu ağır işə gəlməyini. Milli teatr yaratmaq və buna görə də cəhdi, təhqirlərə, alçaldıcı gülüşlərə baxmayaraq mübarizə aparmaq, doğrudur. Tanınmış rejissor olmaq, yəni belə bir niyyəti yox idi. 1 və 3. Eyler-Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin. Leyli, Firəngiz, yaşadığı mühitdə şəxsiyyət azadlığı məhdudlaşdırılır. Hər iki əsərə aid olan məqamdır. Yeri yanlış göstərilib. Deməli, bir cavabda olmalıdır. Yəni, yanlışları istəyir bizdən. Dövrün qaydalarına zahirən tabi olan, yəni Leylidir.
Bu doğrudur. Yəni 2-nin yeri doğru. Azad bir qadına çevrilir. Bəli, bu fikir doğrudur. Hər ikisinə aid olan məqamdır. Sonda Leyli də öz Məcnunu sevdiyini etiraf edir və Məcnunun yanına gəlir səhraya. Firəngiz də cəsarətli addım atmış olur. Sonra son anda öz hüquqlarını cəsarətlə müdafiə edən bu Firəngiz idi. Yeri yanlışdır. Həyatı haqqında başqaları qərar qəbul edir. 5-in də yeri yanlışdır, çünki ortada olmalıydı. Hər ikisinə aid olan fikirdir. 5 də deməli yanlış. Atdığı cəsarətli addım ölümü ilə nəticələnir. Bu da aiddir Firəngizə. Yeri doğrudur. 1, 4, 5 doğru cavabımızdır. Oktay Eloğlu əsəri ilə bağlı doğru fikirlər. Şəkinski Oktayın ona rəqib olacağından qorxurdu. Doğrudur. Oktay Azərbaycan səhnəsinin aktrissası kimi Firəngizi görmək istəmirdi. Yəni bu yanlışdır. Ümumiyyətlə çıxmağını istəmir səhnəyə. Oktayın səhnə arxasındakı həyat haqqında düşüncələri fərqlidir. Bəli. Yəni sünilikdən uzaq olmaq istəyirdi. Tamara gözəl oynadığı üçün səhnədə deyildi. Oktayın Azərbaycan teatrı haqqında düşüncələri bədbin deyildi. Yəni istəyirdi ki, dirçəlsin. Oktay Azərbaycan teatrına qurbanlara möhtac gözəllik məbədi kimi baxır. Bəli, bunu da biz doğru götürə bilərik. 1, 3, 6. Oktay Eloğlu əsəri ilə bağlı doğrular. Aslan Firəngizin son ana kimi cəsarətini qıra bilmir. Yəni qıra bilmir. Bəli. Son ana kimi olmur, çünki Firəngiz ən azından sonda öz cəsarətini toplayır. Oktayın arzusu Sevəri aktrisa görmək idi, doğrudur. Oktay Firəngizi aktrisa kimi görmək istəməsinin müəyyən səbəbləri var idi. Bəli, işin çətinliyi. Oktay Firəngizin ləkələnməsindən ehtiyat edirdi, bu da doğrudur. Səməd bəy Oktayı Daniyar bəylə ehtiyatlı olmağı tapşırır, 2-ci pərdə, doğru. Xaspolat Oktayı sevdiyi üçün onu teatra qaytarmaq istəyir, bu isə yanlışdır. Sırf pulundan görə, yəni mənfəət güdürdü. Deməli, cavab oldu B variantı. Uyğunluğu müəyyən edin. Səməd bəy, Firəngiz, Tamara. Resenziyada yazılanlarla razılaşmayan bu Tamaradır. Deməli, 3-də A-nı yazmalıyıq. 3-də A olmayan variantları çıxa bilərik. 3A. Başmaqlarını evin yuxarı başında çıxardığı üçün tənqid olunan bu da Tamaradır. 3A və B. Digərinə çıxdıq. Sevəri yalnız buraxmır. Sevəri yalnız buraxmayan Firəngizdir. 2 olmalıdır D variantı. Bunu da belə çıxdıq. Sonra hər bir hörmətin və nailiyyətin arxasında pulu görür. Bu da Səmədə aiddir. 1C olmalıdır, 1C. 2D, Y-yə baxaq. Oktayın dediyi kimi doğma yavru olaraq Tamaranı səhnədən sıxışdırır. Bu Firəngizə aiddir. Bəli, 2D, Y olmalıdır və 3AB. Cavab oldu A variantı və sonuncu testimiz. Oktay sevər Xaspolat. Oktayın zəhmətini itirmədiyi üçün onu qeydə qaytarmaq istəyir. Bu, Xaspolada aid olan fikir deyildi, çünki mənfəət güdürdü. Deməli, A-nı heç birinə yaza bilmərik. A-nı çıxdıq bütün variantlardan, elə cavabımız qaldı Y variantı. Yoxlayaq, yanlış ola bilər. 1Y. Oktay. Ona görə bir xalqın adət-ənənəsinin dərindən bilmədən o xalqın ruhunu yaşamaq olmaz. Bəli, bu doğrudur. Tamara ilə danışanda görmüş oluruq. Sevər. 2. C-dir. C-yə baxırıq. Oktay haqqında xoş sözlər dedikləri üçün tanımadığı insanları sevir. Doğrudur. Xəstələndiyi üçün qulluqçuluqdan qovulur. Bu da doğrudur. Onun nitqində 4-cü pərdədə aydın olmuş olur. Və Xaspolad B. 10 il ərzində teatrda yüksək mövqe qazanır, bəli, teatrın rəhbərinə çevrilmiş olur. Belə, dəyərli izləyicilər, ümid edirəm ki, izah sizlər üçün faydalı oldu. Belə izahların daha çox olmasını istəyirsinizsə, kanala abunə olub, bəyənməyi unutmayın. Sağ olun.